Hamıya salam dostlar. Bugün sizlerle Kenguru Olimpiyadasının 2024-cü ilini işləyəcəyik. Gəlin başlayaq. Bəli dostlar, görürük. Birincidən nə görürük? Görürük ki, yazıb ki, hansı ədəd üçbucağın, kvadratın, çevrənin burada və sözünü qaçırmışam və çevrənin daxilindədir. Biz burada hansı rəqəmlər görürük? 9, 7, 5, 4, 10, 1, 3, 2, 6, 8. Biz burada üstündə yazılsa da özüm yazmışam da. Baxmayın. Amma ki, bəlkə səhv yazmışam. Nə bilirsiniz? Ona görə də ki, siz özünüz düşünün. Əgər başa düşməlisinizsə, videoya baxın. Eğer gelirsiniz ki necə tapa belə video gedir. Videonu dayandırıb eləydi. Çox uzatdım. Gəlin başlamışdıq onsuz da. Biz burada ədədlərdən hansını istəyir ki bizdən? Belə hamısının bura ortasında olsun. 9 ortasında deyil. 9'u götürə bilmərik. Sonra 4'ü də götürə bilmərik. 10'u da götürə bilmərik. 1'i də, 3'ü də, 7'ni də, 2'ni də, 6'ını da, 8'i də. Burada isə qaldı 5. Doğru cavab. Burada isə qalıb 5 isə doğru cavab C variantındadır. Devam edeceğim. Məncə mən üstündən getməsəm olar mı? Bəzilərinin üstündən geçsəm. Belə tutsam daha yaxşı olur. Heç baş verin. Mən oxuyuram, deyirəm. 2 ədəd şüşənin üzərində bəzi figurlar çəkilib. Amma şüşələrdən heç birini çevirməyərkən birini digərinin üzərinə qoydu. Bu zaman o nə görəcək? Gəlin dostlar, baxaq. Birinci baxın qoymuşdu. Sonra dəyişdi. Bu üç bucaqda görünmürsə kimlərdə deyim. Bu da üç bucaqdır. Burada belə olacaq. Burada belə idi. Başqasını göstərir. Burada əvvəl belə olub, sonra isə belə olacaq. Sonra isə bu belə dörd bucaqlıya bənzər belə bir figurdur. Göstərim. Kimlərdə görünmürsə. Bunlar da bu 6 bucaqlıdır. Bu da 6 bucaqlıdır. Kimlər bilmirsə, görünmürsə yəni deyirəm. 6 bucaqdır. Kvadrat, daha doğrusu dostlar, bu da ki nə belə özüm çəkmişəm. Bunlar siz də çəkin. Bu daireyi aldığımda siz çəkin. Vaxt verirəm. Çəkdinizsə, bir dəqiqə videonu dayandırın. Bəli dostlar, vaxtımız keçdi. Görünür deyəsən. Bu əvvəl belə idi. Sonra çevirdi, belə qaldı. Yenə belə olur. Amma ki bu dəyişir, belə olur. Bizim burada bunlara gəlin biz E'dən başlayaq. Dostlar. E'dən. Baxın. Burada heç bunlara uymadığına görə, yəni ki, baxın, bu belədir. Belə üç bucaq var. Bu da üç bucaq var. Burada düzünədir. Amma burada belədir. Değil de, yani bundan değil. Onun için E variant değil. Onsuz üstüne çıkmıyor. Boyun çekim. Çektim. Burada D'de de farklı olub ortası.
Onun üçün değini də götürə bilmərik. Burada C'ni də götürə bilmərik. B'ni də götürə bilmərik. Doğru cavab A. Dostlar, məndə belə olsa da, baxın. Şəkildə 4 maraqlı fiqur var. Neçə fiqurun daxilində 3 nöqtə var. Gəlin baxaq. Baxın, 1 daxildir bura. 1. Daha doğrusu dostlar, bura daxildir. 1, 2, 3, 4. Mən yazmışam bura 1, 2, 3, 4. Belə xətlər çəkin. Ya da belə də yaza bilərsiniz. Artan sırayla da belə artıra bilərsiniz dostlar. Boy. Belə yazmışam. Kamera arkasındayım çünkü. Belə də yaza Belə də yaza bilərsiniz. Üçün də yazdım mən. Amma ki siz hansını istəyirsinizsə onu yaza bilərsiniz. Doğru cavab E variantıdır. Kenguru Kevin masaya bir şəkil qoyur. Daha sonra o şəkili göstərdiyi kimi çevirir. Daha sonra o şəkli bir dəfə eyni qədər çevirir. Kevin indi şəkili biraz yoxdur. Kevin indi şəkli görəcək. Yəni hansı yazılmayıb bura? Baxın dostlar. Burada çeviribdir. Sonra isə belə alındı. Bunda isə burada alındı. Üçbucaq burada oldu. Aslında bu burada oldu. Onu göstərirdim. Başlayın. Burada belə üçbucaq. Sonra dairə yenə üçbucaq var. Əyrisinədir. Burada da belədir. A variantı deyil, B variantı deyil, D variantı deyil və E variantı deyil. Qalan variantımız da C variantı oldu. 5-ci tapşırığı keçdik. Uzun say. Şəkildə 8 fərqli üz var. Burada yarısı qoyulub. Üzlərin hər biri 2 dəfə bir üzü isə sadəcə bir dəfə görünür. Bir dəfə görünən üz hansıdır? Dostlar, üstünə xətləmişəm bunun. Çünki bununla eynidir. Bununla eynidir. Bazılarınız deyim nedir? Götürür bununla da götürür. Burada fərq nədir? Burada bunun qulağı yoxdur. Bunun qulağına baxın. Qulağı var axı burada, görürsünüz. Qulağı var axı burada. Onun üçün biz bu götürə bilmərik. Bu saçı göyə qalxan buruq, ağzı bağlı, qulaqlı və eynəklini var ki, eynisi. Hamısının bir var. Bəzilərini götürür saxlayır. Çünki fikir vermir də buna görə. Aslında doğru cavab C variantındadır. Dostlar. Brownie kiçik, eyni ölçülü üçbucaqları istifadə edərək böyük üçbucaq qurur. O böyük üçbucağı tamamlamaq üçün daha neçə çubuq istifadə etməli? Dostlar, siz bu xətti görürsünüz, mən bunu mən etmişəm. Siz də çəkin. Üstünə gedirəm. Çəkin.
Bunu çəkməyə ehtiyac yoxdur. Çünki buradan çəkilib və buradan da özü çəkilib. Burada onsuz da özü arada qalmışdı. Bunu buradan çəkin. Bizə indi neçəsini istifadə etməyib etməli olduğunu soruşur. Burada gəlin neçə dənə sizin işlətdiyiniz 1, 2, 3, 4, 5, 6. Ya da ki buradakı işlənmədiklərini sayaq. 1, 2, belə də yaza bilərsiniz. Mən xətt çəkmişəm. 1, 2, 3, 4, 5, 6. Düz 6 ədəd işlətməyib. Burada A'da 6 görmürük, B'də 6 görmürük, C'də 6 görmürük. Biz burada 3 görürük. Burada isə 4 görürük. Burada 5 görürük. Burada elə 6 görürük. D variantının şəhərləri. Burada 7 görürük. Onun üçün də biz doğru cavabını D variantı alırıq. Balaca B'ye oxşadı, bağışlayın. Hər biri rəqəmi düzəltmək üçün bir parça lent istifadə etmişdir. Lentlərdən ən uzun olanı hansıdır? Mən burada baxdım. Başlayayım. Bu belə tapdım. 5'in yarısı. Birə yazın sizdə 5.5. Bunda elə xətt çəkdirişəmi. Siz də elə edin. Bunu qoyuram belə. Yarım yazmışam ama siz ona baxmayın. Əslində bəziləriniz yaza bilər. Bəli, vaxtınız bitdi. Keçdi dolar, bitdi dolar. Burada baxın, siz yazın. Amma ki, mən izah edirəm. Yadakı baxın əvvəldə. Baxın, burada belə, burada da belə xətlər var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Mən 9 dənə saydım burada. 9. Bunu izah etməsəm olar. Çünki bunun tərsini çevrilmişdir. Ona da 9 yazın. Bu da 9'un yarısı. En uzunluğu ise budur. Doğru cevap D variantıdır. Gəlin variantları hansılar çıxdıysa onların üstüne açıqlayın. A variantı değil. Çünkü burada 6 olmalıydı. B'de 6 olmalıydı. Ama 2 yazıp C'de 6 olmalıydı. Ama burada 6 ile D'de de 6 görürük. Onlardan hamısı eyni uzunlukdadır. Biz bunu görə bilməzdik. Biz onun yerine 6 görə bilərdik. O 0'a oxşadı. Düzəltdim. Devam edək dostlar. Elanla şəkil üçün verilən möhürü istifadə edir. O hansı şəkli alır? Möhürə baxın dostlar. Möhür belədir. Burada tərsini almalıdır da. Burada məsələn bu pişik bunun eynisi olduğu üçün A variantını götürmürük dostlar. A variantı getdi. Dostlar. Dostlar, burada B'də hər şey fərqli olsa da quyruğuna baxın dostlar. Bu əksi verilib elə B'də də. Amma ki burada quyruqları eyni yerdədir. Onun üçün B variantı da gedir. C'yə baxın. Burada
Belə nöqtələr eyni deyil, amma quyruğu fərqli olsa da, daha doğrusu dostlar, bu nöqtələr eynidir. C'de getdi. Burada unsuzdaki nöqtələr eynidir, qulaqlar da eynidir. Bu amma fərqli olsa da D'də gedib. Burada her şey tersine olduğuna göre doğru cevap E varyantıdır. Devam edirik. Şagirdin şəkildə göstərildiyi kimi 4 figuru var. Artıq biz 4 ballıq məsələləri keçmişmişik. O bu figurlardan istifadə edərək hansı aşağıdakı figuru ala bilməz. Bəli, baxın. Burada bir dənə var, burada da arkada 2 dənə, burada da 2 dənə. Bizdə 2 alması lazım değil. Onun için burada her şey 2-2 bölünür. Yani cüt olur. Onun için varyantı getdi. Burada da ikisi belə, ikisi belə, ikisi də belə. Onun için B'de değil. Üstüne kaçırmışam. Burada bu değilse. Bunlar belə bitişik olduğuna göre arkada ikisi var. Anatomi. Onun için biz C variantını götürə bilmərik. Amma ki buradaki üzürlü sayın. Dostlar. Dostlar bağışlayın. Burada mən D'nin üstüne xətt düşmüşdü. Amma bəziləriniz çalışıb belə eyni deyir. Özürlü sayın xətt düşmüşdü. Burada D variantı doğrudur. Çünkü ayrı-ayrıdır. Ama burada E'de de götürmək olmur. Bəli dostlar, keçdik 10-ya. Çenin 5 kutusu var. O var. Her kutuda da 4 oyuncak var. O kutulardan 4'ünü geri boşalttı ve oyuncaklar karıştı. O hansı kutunu boşalttı? Dostlar, burada indi eşyaların sayına göre. Yani ki oyuncaklar. Burada 3 tane var. Ne yani değersiz. Para bizden. Burada neçədən? 1, 2, 3, 4, 5. 5 tane var dostlar burada. 5 tane var. 5 tane var. Onun için para bizden olanı boşaltmır. Üstüne xətt çəkdiklərimi boşaltmır. A'nın üstüne xətt çəkmişəm. Və para bizden olanı şəklin üstüne çəkdim. Doğru cevap B variantındır. Bəli dostlar, baxaq. 11-ci tapşırığa verilən diaqramda hər figurun bir qiyməti var. Ulduz işarəsini qiyməti seçin. Dəqiqə. Bəli, ulduz yazdım oraya. Biz bununla bunu toplayıp cevabı 10 aldık. Onun için bu smalika belə olan smalika 5 yazın. 2 smalikada 5 yazırsınız. Bu 3 dənə ürək. 9'dan 5 çıxanda neçə eləyir? 9'dan 5 çıxıb yazın 4. Ama 4'ün de yarısı 4'ü yarısı 2'dir. Onun için bu ürəklərə bütün ürəklə yazın 2. Bu smalika 5 yazmışdı. 5 ile 2'ni toplayanda eləyir dostlar. 5 ile 2 toplamağını yazmamışam dostlar. Yazın bura. 5 topla 2 beraber de 7.
Bu 7'dir. 7'dən də 10 çıxanda qalır 3. Yazın ki, siz bəzi misallar yazmışsınız. 7'dən daha doğrusu dostlar 10'dan çıxın 7. Oy. O neçə edər? 3. Deməli ulduz işarəsi 3'dür. Doğru cavab B variantıdır. Katrina labirenti elə tamamlamak istəyir ki, sadəcə cevabı 7 olarak keçsin. Bu birincini görsə, birinciden başlamalıdır. Sonra buna gedir. Sonra bu altı etmədiyi üçün buna gedir. Daha doğrusu 7 etmədiyi üçün buna gedir. Sonra buradan geçit yoktur. Sonra buna gedir. Sonra buna getir. Bəziləriniz istərsə aparsın bunu buradan. Bunu bura böyle. Bana çatır, doğru cevap A variantıdır. Bəli dostlar, devam edək. Dur sayın. Oyuncak pony hündürlüğü 1 metre, eni daha doğrusu hündürlüğü 1 metre, eni 1 metre, uzunluğu 2 metre olan kutunun içindedir. Kutunun etrafındaki şəkli kimi lent bağlandı. Düyün hissəsinin əlavə 1 metr lent istifadə olundu. Lentin ümumi uzunluğu ne kadar? Burada en yazın dostlar ve üstüne xət çəkim deyimə. Buna yox ha dostlar. En. Arkada da var en. Burada var en. Burada da altında var. Orada da var en. Dostlar eni tapdıq ki 4'dür. Çünkü 4 dənədir. Hı yazdığım hündürlükte arkada da hündürlük var. 2'de hündürlük. Hündürlüğümüz 2 metre yani. Uzunluğu ise dostlar 2 dənədir. 2 dənədir. Arasında 2 dənədirsə 4 dənə uzunluq. Siz burada 4 2 vur 2 misalından da istifadə edin. Ve 4'den 1'i toplayacağım. 11 alacağım. Doğru cevap B variantıdır. Bir dakika dostlar. Oy başlayayım. Devam edək. Bu 3 bucağın daxilində ədədlərin cəmi çevrədə daxil olan ədədlərin cəmindən 2 dəfə çox olmalıdır. Sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Bize deyir ki 2 də ədəd çoxdur. Baxın dostlar. 5 topla 3 bərabər 8 yazın. 2'ye vurun onu 16. Hatta siz 8 ile 8'i de toplayıp 16 yazabilirsiniz. 8 vur 2'nin yerine 8 topla 8'in üstüne de belə yazmayıp 8 vur 2 de bərabər 16 yazabilirsiniz. 16'dan da 5 çıxın. O da 11 eder. O cevap D variantıdır. Gəlin biz 15'e keçək daha doğrusu. Düz xət üzərindən şəkillər verilen 5 şəklin təkrarlaması ilə sıralanır. Bu sırada 27. şəkil hansı olacak? Dostlar bu 5. olacak. Oldu şəkli var. 5. 10. 15. 25. 5 artırda buna 5 artırda yazabilirsiniz. Bu 26. olursa 27. Bu nədirsə doğru cevap B variantındadır. Bakın dostlar indi bu verilen şekil bir dakika.
Oy açıq qalıb video baxmaqda. Heç olmaz. Verilən şəkildəki ədədlərin biri özünə birbaşa bir yerləşən ədədlərin cəminə bərabərdir. Həmin ədəd hansıdır? Baxın dostlar, mütünə 4'ü bir də toplayan 12 alınmır. Bir ilə 2'ni toplayıb 1 alınmır. Amma 7 ilə 2 dənə toplayanda əslində 2 bir dənə 1, 3'dən 1 odur 10. Doğru cavab C variantıdır. Mənim etdiyim kimi siz də üstündən gedib misal yazmayın. 5 balıq məsələləri keçdik dostlar. Çinarenin içindəki 6 kiçik kub olan şəffaf kutusu var. Çinare kutuya yuxarıdan baxdıqda onu necə görər? Baxın dostlar, əvvəlcə, sonra hələ ki yazmayın. Üstündən xətt çəkirəmsə çəkin. Aha. Bəli, yuxarıdan baxanda bunları görəcək. Amma bura kimi gəlmədik. Görə A variantı getdi. Burada bir dənə yuxarıda yoxdur. 2 dənə də, 3 dənə də burada deyil. B-də deyil. Burada 3 dənə belə, qabağında da bir dənə deyil. Burada 2 dənə beləsi, 3 dənə. Burada 2 dənəsi beləsi, 3 dənə beləsi də deyil. Burada belədir, eyni. Siz deyirsiniz ki, bəs axı burada ya bəs buradakı belə axı burada yoxdur deyirsiniz. Çünki burada bir dənəsi var, burada baxın, bu. Bunu görürsünüz. Burada yuxarıdan görünür. Onun üçün doğru cavab E variantıdır. Devam edirik. Stepan lövhədə 2 ədəd seçərək onların cəmini tapmaq istəyir. Dostlar, siz 1 topla 2 bərabərdir 3, 1 topla 3. Bəzi misallar bırakmışam, siz özünüz onları bəlkə başqa videodan baxıb tapa bilərsiniz. Mən burada bəzi misallar tapmamasa fərqli nəticə cəmi getdir. Devam edirik. Verilmiş şəklin tamamlamaq üçün hansı iki figur bir-birinin istifadə edə bilər? Dostlar, birinci buranı dolduracaq. İkinci bunu və bunu. Bakın, üçüncü olmalıydı bu. Doğru cevap E variantıdır. Elif, Bella ve T dimli türünün her birinin 3 figürü var. Her bir uşaq diğer uşaqlardan her bir uşaqlar tam dimli figürü sahiptir. Bakın əlininkine, əlinin bu üç bucağı, çenin, bunu, bu belə, üç bucağına belə oxşardı. Bu dairəsi heç kimsəyə. Burada dostlar, bu əlinin bəli dostlar, devam edək. Bu əlinin kvadratı Bella'nın kvadratına oxşuyur.
Bella'nın bu adı. Ulduzu da şeyinin ulduzuna bərabərdir. Romb dostlar, romb çəkin, dairə və ürək. O cavab D variantı A, B, C, E variantlarını götürə bilmərik. Zoran 3 figurdan istifadə edərək fərqli güllələr düzəldir. Onların üçünü hündürlük şəklində çəkilib. Dördüncü güllənin hündürlüyü nə qədərdir? Bəli dostlarım. Siz birinci yazın ki, bunu tapmaq üçün 15-dən çıxın 7-ni bərabər 8. Bunu tapmaq üçün dostlar 20-dən 13 çıxın 7 tap alın. Mən yerim olmadığı üçün burada yazmışam. Bəziləriniz altına və üstünə və ya da bunun yanına yaza bilər. Dostlar, bunu tapmaq üçün də buradan yazarsınız. Bu misalda burada 13-dən çıxacağım 8-i edəcək 5. Bunu tapdım. Və doğru cavab bunları da toplasaq aslında belə başlayın 4 toplamasaq 15 topla 8 daha doğrusu dostlar bir dakika devam edək. Bakın dostlar 5'ti bu daha doğrusu 5 ile toplayıram 8'i eləyir 13. 13'ten de çıxacağam. Biri edəcək 12. Doğru cevap A variantıdır. Oy dostlar üzüldü sayın bu tersədi. Tersə yapıştırmışam. Zara A xanasını B xanasına getmək istəyir. O sadəcə sağa və yuxarı hərəkət edə bilər. O hər xanaya basdıqda 1 manat hər A xanaya basdıqda isə 2 manat ödəməlidir. O bu yolda ən azı neçə manat ödəyə bilər? Dostlar burada belə olar. Birinci bura, sonra bura, sonra buna 5 2'ye vuracağım 10. Bu şey dostlar xətt düşmüşdü bir dəqiqə. Bəli dostlar. Bir dəqiqə. Bəli dostlar. 5 ilə verəcəm 2'ni bərabərdir 10. 10 ilə toplayacağım 3 bərabərdir 13. Yuliyanın may ayında həll etməli olduğu məsələləri siyahısı var. O mayın biri başlayır. Əgər o hər gün 2 məsələ həll edərsə, işi bazar günü bitirir. Əgər günü 3 məsələ etsə, çərşənbə günü bitirir. Siyahıda neçə məsələ var. Dostlar burada misalını deyim yazın. 6 böl 2 bərabərdir 3. 18'i də bölünən 2'ye bərabərdir 19. Daha doğrusu 9. Doğru cevap D variantıdır. Dostlar sonuncu məsələyə keçdik. 24 daha doğrusu 24. tapşırıq.
Andrey həftədə ox atır. 10 oxla başlayır və hər həftə vuranda əlavə 2 ox alır. Ümumi Andrey 20 ox attı. 20 ox attı və artıq oxu qalmadı. O həftədə neçə ox vurdu? 10 topla 8 bərabərdir 18. Bir çıx 18 ki belə 18 altına ki belə dairə alın. Sonra 10 topla birinci 10 topla belə 12'dir 22 ederdi. 10 topla 10 ederdi 20. Doğru cevap B variantıdır. Sağ olun dostlar ve benim kanalıma abone olup like atmayı da unutmayın. Sizi çok seviyorum. Bye bye. Görüşürüz. See you.